Aləm Allahın ordusudur. Ayətullah Şeyx Bohlul Qonabadi, Allah rəhmət eləsin, 31 il günahsız həbsdə yatan alimlərimizdən olub. Onu həbsxanada saxladıqları günlərin birində deyir, məni bir həbsxanaya salmışdılar ki, o qədər bit var idi. O qədər bit var idi. Nə gecə qoyurdu yatmağa, nə gündüz. O qədər qaşınmışdım, yata bilmirdim. Axırı dedim ki, ilahi, əgər mənim belə bitlərlə əziyyətə düşməyimin İslama xeyri varsa, ev yoxdur, mən razıyam. Əgər bu işin sənin üçün bir xeyri varsa, ya sənin dinin üçün bir xeyri varsa, mən razıyam. Qoy bitlər məni öldürsün. Amma əgər elə bir faydası yoxdursa, elə bir təsiri yoxdursa, onda öz rəhməti ilə, öz qüdrəti ilə bunları aradan apar. Axı, mən yata bilməmişəm neçə gündür. Deyirlər, onu demişəm, məni yuxu tutub. Ayıldım deyir. Gördüm ki, otaq bütün qarışqadır. Otaq bütün qarışqadır. Divar bütün qarışqadır. Divarın rəngi görüşmür, qarışqadır. Yer bütün qarışqadır. Tavan bütün qarışqadır. Amma mənlə qarışqaların işi yoxdur. Gəliblər bitləri tutmağa. Deyir, o qarışqalar gəldi bitləri tutdu ki, heç apardı heç. Yumurtalarına qədər təmizlədilər, qayıtlar çıxdılar, getdilər. Həmən vaxtdan sonra bir də otaqda bit olmadı. Aləm Allahın ordusudur.